İldə 6 milyon insan bura Adəmin yaradılmasını və qiyamət gününü görmək üçün gəlir. Cırtdan dövlət olan Vatikanı dünyanın ən ziyarət olunan məkanlarından birinə çevirən Sixtin Kapellası. Kapellanın məşhur tavanı Michelangelo tərəfindən 1508-12-ci illərdə 4 il ərzində işlənib hazırlanıb. Buranın sehri ondadır ki, bu təkcə sənət əsəri deyil, yaradılış kitabından 9 səhnə üzərində qurulmuş bəşəriyyət hekayəsidir. Tavanın ən məşhur hissəsi təbii ki, Adəmin yaradılması səhnəsidir. Həmin o Tanrı ilə Adəmin demək olar ki, toxunan barmaqları. Bu toxunuş anı deyil, ondan bir an əvvəlki olan pauzadır. Sanki həyat hələ ötürülməyib, sadəcə Adəmə təklif olunur. Səhnədə Adəm passiv, Tanrı isə hərəkətlidir. Bu, insanın azad iradəsinin məcburiyyətdən daha üstün olmasının təsviridir. Kapellanın daha bir vacib hissəsi təbii ki, altar divarındakı freskadır. Bu əsər daha gec dövrə aiddir, təxminən 36-41-ci illərə və tavanla kəskin ziddiyyət təşkil edir. Burada İsa Peyğəmbər xilaskar kimi deyil, hakim kimi təsvir olunub. Fiqurlar xaotik bir burulğanda fırlanır və reformasiya dövrünün qorxularını əks etdirir. Tavan ümid, altar isə qorxunun təsviridir. Sixtin Kapellası təkcə Michelangelo'nun əsəri deyil. Ondan əvvəl Kapellanın divarları artıq erkən Renesansın aparıcı ustaları Pietro Perugino, Sandro Botticelli, Domenico Ghirlandaio və Cosimo Rosselli tərəfindən işlənmişdi. Sadəcə ən möhtəşəm əsərlər məhz Michelangelo tərəfindən yaradılmışdı. Bu məkanın katoliklər üçün də əhəmiyyəti çox böyükdür, çünki məhz Sixtin Kapellasında konklav keçirilir və yeni Roma papası seçilir. Və konklavdan qabaq səslənən ən məşhur Extra Omnes, yəni hər kəs rədd olsun ifadəsi də məhz Sixtin Kapellasında səslənir. Extra Omnes.